Təbiətin səssiz canlıları olan ilanlardan danışacağıq bugün. Dünyada təxminən 3400-dən 3500-ə qədər növü olan ilanlardan. İlk olaraq onu qeyd edək ki, qeyd olunan rəqəmin yalnız 400-dən 600-ə qədəri zəhərli ilanlardır. İnanmaq çətindir, amma ilanların xarici qulaqları yoxdur. Buna görə onlar insanların eşitdiyi kimi səsləri qəbul edə bilmirlər. Lakin bu onların kar olması demək deyil. İlanlar yer səthindəki titrəyişləri çənə sümükləri vasitəsilə hiss edir və ətrafda baş verənləri bu yolla müəyyənləşdirirlər. Daha maraqlısı isə odur ki, ilanlar dillərini çıxarıb içəri çəkməklə ətraf mühiti qoxulayırlar. Onların ikiyə ayrılmış dili havadakı qoxu hissəciklərini toplayır və ağız boşluğundakı xüsusi orqana ötürür. Bunun sayəsində ilanlar ovun və ya təhlükənin hansı istiqamətdə olduğunu müəyyən edə bilirlər. Bəzi ilan növləri isə bundan da irəli gedərək qaranlıqda belə ovlarını tapa bilir. Məsələn, gürzə və piton kimi bəzi növlərin baş hissəsində istiliyi hiss edən xüsusi çuxurlar var. Bu orqanlar vasitəsilə onlar isti, qanlı canlıların yaydığı istiliyi hiss edir və tam qaranlıqda belə ovlarını aşkarlaya bilirlər. Yəni, ilanlar qulaqsız olsalar da, təbiət onlara titrəyişləri hiss etmək, qoxuları izləmək və hətta istiliyi görmək kimi qeyri-adi qabiliyyətlər bəxş edib. Bəzən təbiətin ən səssiz canlıları ətraf aləmi ən fərqli yollarla dərk edirlər.